Yenisini versin. Ayten Hanım çok sağ ol. Allah var eylesin. Cibin dolu olsun. Çok sağ olun. Allah başınızdan tüysün. Allah yüreğinize göre versin. Allah versin. Akşama. Yok. Yedi kalan tuzum tamamladım. Şirin pulunu koydum oraya. Sema Hanım çok sağ ol. Taçlarız çok sağ ol. Allah şöyle versin çok sağ ol. Lazım olanda destek olursunuz. Allah başınızdan tüysün. Şimdi neye koyayım ki oraya? Allah'ını sağlasın. Amin. Allah kömeğinizde dursun. İzleyicim de benden bezeli. Üzgün değil. Sabahtan gidin bahçeye geldim. Başlayayım evime iş yemeği. Gidin oturun orada. Şehirde Uşak'a gidersen de. Bakar da. Sema Hanım çok sağ ol. Bak kendisi giderim anamın dermanını almağa. Oradan da buzdolabına boy evine gideceğim. Ummedim kışkır turşu neyse ula bir ter olasın. Restoran hoşuma gelmiyor. Benim de. Ayten Hanım çok sağ ol. Allah var eylesin. Cibin dolu olsun. Kreşkadansa kartof soğutmasa yesem mi? Peki çaydan çıkarıldı. Belki de. Ben eskerlikte bundan da yiyemmirdim, ilgilenirdim. Yiyende övüyordum eskerlikten. Bunu bir siz eskerlikte hansı varyantı geçen olurdu. Şimdi siz bilmezsiniz de sukoy payak olurdu. Sukoy payakın içinde greçka olurdu ama qadiyyetinden başka formada olurdu. Bakın o kaşınk olurdu.
Tutardı remontun. Anam gidemiyor, üzerimde değil ama. Səhər axşam işləsən. Səhər axşama gəlib çıxaram. Darvazan reklamı kimdə az? 10.000 manatda 2.000 manatlıq şeyi mənə reklamdan verin. Mənə vacib bilirsiniz o evdən lazımdır. Vacib. Yəni təhlükəsizliyim üçün. Darvaza, seyf qapı, bir də arxa burun hörülməsi. Heç kim verməz o bahalı darvazanı mənə. Darvazalar çox bahalı uşaqlar. Reklamı heç kim darvaza verməz mənə. O dəmir işidir. Pərdə deyil, nə bilim, qab deyil, qaşıq deyil, listor deyil, yemək deyil. Bu dəmir işi bahalı işdir. Onu mənə heç kim reklama verməz. Bərdə də siz, bəlim. Metraqlar olur, tam etlər olur. Onlar qalıb köhnədir, onlar tulla getsin. Belə metlaq vuracağıq da. Belə prosto başqa formada da. Mən belə mərmər teksturalı istəmirəm. Sadə olacaq. İndi mənə denən görün bunun kvadratını sən 15-dən vurasın. Biraz aşağı yerdə alın. Tunar dedi ki, uşaqlar listor verən xanım dedi ki, sabah məndən əlaqə saxlayarsan dedi Bakıda olanda. İndi qoy görək, əgər maşında yerimiz qalsa, sabah xanımla əlaqə saxlayacağam, listor da verər inşallah. Uşaqlar, məni takip eləməyənlər zəhmət olmasa buradan mənə takip atsın. Canını açacağım, olsa yəqin bir gecə yuxum gəlməsə, heyecanlıyım biraz, Bakıya gəlirəm. Kafel kim verir? Vermirlər ha, vermirlər. Kafel verən yoxdur. Buzovna bu evə gedəcəm sabah, Buzovna evə. Nurayna xanım, çox sağ olun, Allah var eləsin, cibiniz dolu olsun. Çox təşəkkür edirəm, zəhmət çəkirsiniz. Nə oxuyum? Niyazını oxuyum. Gözünün ışığı qadası, yanıma gel ay qadası. Hindistan kafeli 20 manat almaq olur. Neynəməz Hindistan kafeli? Balaca şeylər lazımdır mənə. Neynə 20 manat? 20 manata gedib, məsəl üçün, bir kvadratı 20 manata aldığıma gedib şey alaram. Ona nə deyirsən? 2 kvadratını 20 manatı alaram. 12-13 manatdır normalları deyib anamgildə olanlardan. Çox sağ olun. Anana kim baxır bəs sən olmayır? Anam bacımla yaşayır. İndi hələ gedirəm ikisini almağa da. Hələ 2 aydan sonra. İndi gedirəm ikisini alam. Hələ 2 aydan sonra lazım olacaq. Listur nə oldu? Xanım yazdı mənə. Dedi ki şeydir. Sabah Bakıda mənə əlaqə saxlayarsan. Görəm başında yer qalsa əlaqə saxlayacağım. Yox yer qalmasa onda göndərər də.
Çünki buzovun aboy evinə gedəcəm, unitaz qoyacam, moyka qoyacam, aboylar qoyacam, ondan sonra anyonlar alacam, emusiya qoyacam. Elə arxa sideniyanın üstünə 2 dənə şey gedəcək, ona deyirsən, unitazla umvalnik.